Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmə nisbət verilən bir gözəl kəlam var. Orada deyir ki, insanlar dünyada qonaqdılar. Onların əllərində nə varsa borcdur. Qonaq çıxıb gedəndir. Bəli, qonağın vəzifəsi çıxıb getməkdir. Onun vəzifəsi qaldığı yerdən növbəti mərhələyə keçiddir. Borcu isə qaytarılasıdır. İndi burada maraqlı bir mülahizə aparmaq olar. Görəsən onların əllərində borcdur deyərkən nə nəzərdə tutulur? Yəni insanların qazandıqları, kəsb etdikləri mal, dövlət, sərvət və bu qəbil şeylər nəzərdə tutulur, yoxsa insanın öz əlləri ilə, əməlləri ilə etdiyi feillər, davranışlar, istər günah olsun, istər savab. Belə baxanda biz hər iki mənanı qəbul edə bilərik. Yəni sən həm qazandıqlarını bu dünyaya qaytarmalısan, həm də etdiyin əməlləri də sənə zaten əvəzini qaytaracaqlar. Gözəl bir aforizm oxumuşdum bir zamanlar. Deyir ki, bu dünya bir supermarket, bir ticarət obyekti kimidir. Hər nə istəyirsənsə piştaxtadan götürə bilərsən, amma unutma ki, irəlidə kassa var və sən götürdüklərinin hesabını ödəməlisən.